Ümumiyyətlə bir şəhid anasının 7-24 deməyim, amma heç olmasa həftənin 7 gününün 10 saatını, 12 saatını, 5 saatını TikTokda keçirməsi. Öz oğlundan danışmır adam. Başqa mövzulardan danışır. Belə ki, sürətli qarğış yağdırır ona baxanlara. Məsələn, kimsə deyir ki, şəhid anasısan da ayıb deyil, burada niyə oturmuşsan? Yaylığın başı olsun. Allah səni də mənim gülmə qoysun. Heç üzün gülməsin, mən çəkdiyimi çəkəsən filan filan. Mən bəzən belə baxıram, deyirəm, görüm qarğış neçə dəqiqədən sonra bitəcək və daha hansı qarğışlar qaldı eləmədikləri. Şəhid anaları mənə görə TikTokda canlı yayım açırsa, bir biznesi varsa onu təqdim etməlidir. Məsəl üçün bizim şəhidimiz Zaminin anası. Mən dedim ki, ana mütləq açsan burada canlı yayım. Hər dəfə mənim imkanım olmur gəlib. Çox gözəl şirniyyatlar bişirir, çox gözəl. Bir dərzi var şəhid anası. Dərziliyindən danışır. Biri var dırnaq ustasıdır. Açır danışır. Görürəm onları qınayırlar. Niyə qınayırsan? Bugün bu ana bundan çörəyini qazanırsa, demir ki, kartıma 5 manat atın, 3 manat atın. Əksinə, o şəhid anası və bir neçə mənim tanıdığım şəhid anaları. Mən hərdən paylaşıram imkansız kimsə. Səidə qızım, nə qədər atım kartına? Deyirəm, ay ana, sən nə danışırsan? Deyir ki, yox. Oğlumuzun ruzusunu yeyirik, 5 manat kiməsə əl tutmaq istəyirik. Yəni, o qədər böyük ürəyə sahib olanlar var. Biri də var ki, elə otururlar, tamam başqa mövzudan arsa, bir də ancaq qarğış yağdırırlar. Bax, o şəhid anası və sosial şəbəkə məsələsini qısa formada bir üzərindən keçək, onun demək istədiyiniz varsa. Keçək qısa formada. Ümumiyyətlə, mən şəhid şagirdim var, kapitan Vüqar Nəcəfov, demişim inşallah bir gün sağacam. Məsələn, onun ovladı şəhid olanda kasıb bir komada yaşayırdılar Bakıda. Ona bəzi iş adamlar biri düyü gətdi, biri ki, heç birini qəbul eləmədi. Dedi, mən oğlumu anası Şəmsiyə ana dedi ki, mən oğlumu vətən oğluna qurban vermişəm. Əgər bizə ürəyiz yanardısa, oğlum şəhid olmamışdan qabaq gətirərdi. Amma mənim oğlum şəhid olandan sonra bu, mənim oğlum vətən uğrunda gedib. Yəni, belə anla. Ümumiyyətlə, şəhid analarının sosial şəbəkələrdə, belə deyək, yaşlı qadındılar, ağ bir çəkdilər. Bu dəqiqə onların əllərinin öpülən bir vaxtında. Sosial şəbəkələrdə məhsun göz yaşları, məsələn, övladın şəkilləri arasında, nə bilim, qarğış, şəhid anası, mənim üçün müqəddəsdir. Polad Həşimovun anası. Bəli. Mübariz İbrahimovun anasını heç görmüşük. Pəncəli Teymurun anası. Bəli. Nə qədər qürurlu analardır.